aktivə etdiyi bir sistem var ki, bu sistem sayəsində RAS adlandırdığımız bu sistem sayəsində qan təzyiqi yenidən yüksəlir. Amma böbrəklərə qan uzun müddət ərzində az gedərsə, bu da yenə böbrək funksiyasının və böbrək toxumasının strukturunun pozulmasına gətirib çıxarır ki, artıq böbrək, hətta bu durumlarda ani böbrək çatışma, kəskin böbrək çatışmazlığı yarana bilər və bu böbrəyin artıq sidiyi bədəndən ata bilməməsi deməkdir. Bu böbrəyin artıq bədəndən mübadilə prosesi nəticəsində yaranmış toksinləri ata bilməməsidir ki, bu da bir müddətdən sonra qana qarışanda beyin funksiyalarının zəifləməsindən tutun da digər orqanlarda, ürəkdə, böbrəyin özündə, qaraciyərdə müxtəlif mübadilə və funksional pozğunluqlara gətirib çıxara bilir. Yəni uzun sözün qısası, böbrəklər də qanı yetəri qədər almazsa, böbrək çatışmazlığı dediyimiz durum yarana bilər. Və ürəyin özü də təbii ki, uzun müddət qan təzyiqi aşağı olarsa, ürəyin də